Əbu Cəhlin qızın Əli ibn Əbi Talib almaq istədi. Və Fatıma radiyallahu anh isə düzü qoymurdu evlənməyi. Əli ibn Əbi Talib evlənmək istəyirdi, Fatıma radiyallahu anh qoymurdu və eşidir ki, Əbu Cəhlin qızın istəyir. Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verəndə Peyğəmbər sallallahu aleyhi ve sellem qalxdı, dedi ki, əgər Əbu Cəhlin qızın istəyirsə, qoy boşasın mənim qızımı, onu alsın. Bismillahirrahmanirrahim və bihi nəstə'in. Allahumma salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Həqiqətən bəzi mövzular var, insan onları araşdıranda ortada təəssübkeşlikdən və paxıllıqdan, kindən başqa bir şey görmür. Bu mövzular da onlardan biridir. Deməli, İbn Teymiyyə bu məsələni araşdırır öz kitabında. Əllamə Hilli İsbat-ül İmamə kitabında gəlib sübut eləmək istəyir ki, Həzrəti Zəhra salamullahi əleyha bu dünyadan qəzəbli şəkildə köçdü və o hədisi gətirir ki, Həzrəti Zəhranın qəzəbi Peyğəmbərin qəzəbidir. Tamam da, yəni bununla məsələ bitir. Amma İbn Teymiyyə gəlib deyir ki, xeyr, burada biz baxanda görürük ki, bu hadisə Əli əleyhissalam barəsində gəlib, deyilib. Əli əleyhissalam, bəli, Əli əleyhissalam Əbu Cəhlin qızı ilə evlənmək istəyirdi və hətta bəzi hədislərdə var ki, xutbəni də oxumuşdu, əqidi oxumuşdu. Bir nəfər şəxs adını deyəcəyindi. Bir ravi nəql edir ki, mən bunu Zəhraya dedim və o narahat oldu, getdi məscidə, Həzrəti Peyğəmbər bunu eşitdi, çıxdı minbərə və o sözü dedi ki, hər kəs eşitmişəm, belə bir hadisə var, hər kəs Zəhranı incitsə, mən incitmiş olur. Və Həzrət Əli əleyhissalam bundan sonra getdi, təlaq verdi. Deməli, deyir ki, əgər bu məsələ siz ki, Əbu Bəkir barəsində gətirirsiniz, bu məsələ sabit olsa, əslində Əli barəsində də gərək Əlini məzəmmət eləyəsiniz. O qədər burada pis sözlər danışır həqiqətən. Ki, baxın, görün nə deyir ki, barəsində. Deyir ki, şiələrdə belə bir şey var. Hər vaxt bir şeyi, məzəmməti nisbət verirlər, hadisəni Əbu Bəkirə, Ömərə, Osmana. Əslində o hadisə, o eyb 100% Əlidə var və ondan da pisi var. Ondan da pisi var, amma şiələr gəlib bunu demirlər. Əgər bu səbəb olmursa dindən çıxmağa, halbuki Əli ondan da pisini yerinə yetirir, baxın. Yəni bu şəxs o 3 dənə xəlifəni paçılığa çıxarsın deyə, şiələri vursun deyə o qədər Əli əleyhissalamın məqamını alçaldır. Həqiqətən. Öz aləmində. Öz aləmində də təbii ki, öz nəzərində bu da və dəfələrlə biz demişik ki, onun təəssübkeşliyini göstərir. Mən istəmirəm bu məsələyə toxunam. Əziz izləyicilər, baxa bilər 4-cü cilddə Minhacus Sünnət-i Nəbəviyyə səhifə 253. Amma gələk bu mövzuya. Yəni bu adam buradan məlum olur ki, araşdırmadan söz deyir. Biz dəfələrlə demişik. Bu şəxs Əbu Bəkir barəsində bir fəzilət ya digər xəlifə, 3 xəlifə barəsində fəzilət gəlibsə, heç bir araşdırmadan deyir ki, baxın fəzilətdir. Amma Əli əleyhissalam barəsində fəzilət gələndə deyir ki, ora vurur, bura vurur ki, fəzilətdir. İnkar eləsin. Uzağı deyəcək ki, başqası barəsində var. Və əgər məzəmmət olunan bir şey varsa Əli əleyhissalam barəsində, onu da araşdırmır. Aha, bəli. Diqqət eləyirsiniz. Doğrudur. Fəziləti vurur, deyir ki, bu yoxdur belə bir şey. Məzəmməti isə araşdırmadan qəbul edir. Qəbul edir. Deyir, baxın, Əli barəsində belə bir şey var. Deməli, bu hədis, hansı hədis ki, Əli əleyhissalam Əbu Cəhlin qızına elçilik elədi, ya onun xutbəsini oxudu. Düz. Səy Buxarıda da gəlib, Səy Müslümdə də gəlib, Həzrəti Zəhra salamullahi əleyhanın məqamları bəhsində, fəzilətlərinə görə işarə edir. Fəzilətləri bəhsində. Baxa bilərlər, əzizləzə, mən istəmirəm o hədisi oxuyum. Sadəcə istəyirəm burada o raviyə mən toxunum ki, bu ravi kimdir bunu nəql edən? Çünki onun üzərində bizim işimiz var. Hüreyrə olmasın usta. Təəssüf olsun ki, bu ravi Hüreyrədən də pisdir. Şimdi işarə eləyəcəyik ki, nə üçün Hüreyrədən də pisdir? Deməli, bu şəxs Misvər ibn Məxrəmədir. Misvər ibn Məxrəmə. Ki, deyir ki, Əli əleyhissalam elçilik etdi Əbu Cəhlin qızına və bunu Həzrət Fatimə eşitdi, Peyğəmbərin yanına gəldi, o məsələ. Ki, Buxarinin müxtəlif yerlərində var, adres verməyə ehtiyac yoxdur. Məsələn, Bab-ı Fəzail-i Səhabə babında var 16-cı kitabda, 16-cı babda bu məsələ işarələnir və digər yerlərdə. Çünki mən istəyirəm bütün məsələlərə toxunum. Yəni, bu hadisə nəql olunub. İstər Buxaridə,
istər Müslimdə bu şəxsdən rəvayət olunub. Kimdən? Bayaq dediyimiz kimi Misvər ibn Məxrəmədən. Bu şəxsdən nəql olunub. İndi gələk cavaba. Düz. Yəni hadisə Buxaridə gəlib ki, güya Əli əleyhissalam Əbu Cəhlin qızına elçilik gedib. Bəli. Və Həzrət Zəhra bunu eşidib, qısqanıb, düz. Bir xanım kimi gəlib Peyğəmbərin yanına. Həzrət Peyğəmbər də buyurub ki, mənim qızımla bir evdə müşrikin qızı cəm ola bilməz. Ola bilməz. Yəni, xülasə mümkün deyil bu. Düz. Bu məsələ olub olmayıb. Baxın, Emin müəllim, bu hadisə yeni, bu şübhək deyək, bu məsələ yeni dövrün məhsulu deyil. İmam Sadiqin də dövründə olub bu məsələ. İmam Sadiq əleyhissalamın gözəl bir kəlamı var. Bir nəfər şəxs gəldi imamın yanında, dedi, ağa, mən yorulmuşam. O qədər biz şiələrə böhtan deyirlər, Əli əleyhissalam barəsində, bizim barəmizdə vururlar bizi, əziyyət eləyirlərdən, yəni mənəvi baxımdan şübhələr, böhtanlar, iftiralar. İmam Sadiq əleyhissalam istəyir onu ürəşdirək versin. Deyir, məgər eşitməmisənmi? Peyğəmbər barəsində bunu elədilər, Əli barəsində bunu elədilər. O məsələlərdən də bunudur. Biri də budur. Ələm yansubuhu ilə ənəhu aleyhissalam ən yətəzəvvəcə binətə Əbi Cəhil. Eşitməmisən? Gəldilər İslamın düşmənləri, şiələrin düşmənləri gəlib dedilər ki, Əli Əbu Cəhlin qızı ilə evlənib. Yəni, bu böhtandır. İmam demək istəyir ki, belə bir şey olmayıb. Bunu kim nəql edir? Şeyx Səduq nəql edir öz amalı kitabında. Baxarlar. Əziz izləyicilər, çox qəşəng məsələlərə toxunur ki, deyir ki, yəni narahat olma da, olub tarix boyu. Bu günlərdə görürük ki, biz həqiqətən şiələr azlıqdadır. Bu qədər hücumlar, hər tərəfdən bu təzyiq, şübhələr, hücumlar var. Amma gələk əsas bəhsimizə ki, görəsən həqiqətən tarixdə belə bir hadisə olub, yoxsa yox. Və ravi kimdir? Ravi kimdir? Birinci məsələ, birinci cavabımız. Bu ravi Misvər ibn Məxrəmə ki, dedik, Əhl-i Beytin düşmənidir. Nasibidir. Hansı dövrdə yaşayıb ustad? Bu şəxs deyəcək inşallah. Hicrətin əvvəllərində dünyaya gəlib. Əvvəlində, yəni bu məsələ, bu hadisə olan vaxt onun 6 yaşı var imiş. Bəli, təqribən. 6 yaşı var idi. Hicrətin təqribən deyirlər 2-ci ilində dünyaya gəlib. Çünki o məsələ də, o hadisə də Hicrətin 8-ci ilində baş verib. 6 yaşı. 6 yaşıdır. Bu kimdir? Görəsən, indi biz ki deyirik, bu Əhl-i Beytin düşmənidir. Biz özümüzdən deyirik, xeyr. Onların məşhur alimləri özləri deyirlər ki, bu şəxs nasibidir və xavaric, xaricilər, xavaric də deyirlər ki, o bizdəndir. Bunu kim deyir? Bəlazəri, məşhur Ənsabul Əşraf kitabında. Hətta Zəhəbi kimin tələbəsi? İbn Teymiyyə Seyr Əbla kitabında da gəlib deyir ki, bu şəxs nasibidir. Hər vaxt Muaviyyənin adını eşidirdi, mütləq salavat göndərməli idi Muaviyyəyə. O qədər Muaviyyəni sevirdi və Əli əleyhissalamın düşmənlərindən idi. Bizim sualımız budur. Siz necə ola bilər ki, Əli əleyhissalamın düşməninə, nasibiyə inanırsınız? Baxın, 7-8 dənə rəvayət gətirir Müslim. Buxari də neçə dənə yerdə, 3 dənə ən azı yerdə mən gördüm. Rəvayət gətirib, hamısı bu şəxsdəndir. Yəni, başqa ravi yoxdur, gedir buna çıxır. Deməli, bu düşmənçilikdən də deyə bilər də. Düz. Siz necə, bir dənə qayda var onlarda. Ricalda. Siqa olmalıdır, doğru danışan olmalıdır, nasibi olmalı deyil. Amma sizin öz alimləriniz deyir ki, bu şəxs nasibidir. Bu şəxs, yəni Əhl-i Beytin düşmənidir. Necə onun sözünə siz etibar edə bilərsiniz? Başqa yerlərdə də bu barədə var. Bu, bizim əsas birinci cavabımız idi. İkinci cavabımız. Ümumiyyətlə, tarixdən bu üst-üstə düşmür tarix məsələyi. Necə? Misvərən dedi ki, neçə yaşı var idi orada? 6 yaşı var idi. Doğrudan 6 yaşında olan insan, təsəvvür edin, gəlib bu hadisəni nəql edir. Amma 2 dənə burada məsələ var. Bunu unutmamalıyıq. Birinci, özü deyir ki, mən, Peyğəmbər bu sözü dedi, mən məsciddə idim və möhtəlim idim. Möhtəlim nə deyərlər? Möhtəlim budur ki, yəni cənabətli. Bəli. Ki, yəni boynuna qüsul gəlmiş. 6 yaşında uşağın boynuna qüsul gələr. İbn Əsakir bunu dərk edib.
Dedi ki, alınmır burada, neyniyək? Bəli. Görün necə yozurlar bunlar. Həqiqətən insafsızlığı Fırladırlar son ustad, həddidir, yozur fırladırlar. Bəli. Deyir ki, baxın, ola bilər ki, burada mühtəlim dedikdə, yəni əqli baxımdan o dərkə çatmışdım. Ümumiyyətlə, harada mühtəlim bu mənada istifadə olunub? Ərəb vaxt istifadə edir. Bu bir. İkinci, bu şəxs özü paltarsız, şalvarsız, at paltarsız gəzirdi. Hədisdə də var, özlərinin mənbələrində ki, bir gün başına bir şey qoymuşdu, əynində bir şey geyinmişdi, düşdü, uşaq idi də, 6 yaşı var idi. Dedi, gedim, geyinmədi, getdi. Peyğəmbər görür, nə qayırsan? Qayıt, get, paltarını geyin. Yəni, bu bilmirdi, ayıbdan ayıra bilmirdi. Necə ola bilər əqli baxımdan bu inkişaf eləsin? Bu bir məsələ. Deməli, ikincisi, necə ola bilər ki, bu qədər sahabə olsun, həmən məsciddə, amma gəlib yalnız o uşaq eşitsin. Heç bir səhabə bu məsələni nəql etməyib. Yəni, Buxarinin özünə baxın, Səhih Müslimə baxın, digər mötəbər mənbələrə baxın, 6 dənə səhih kitabımızda. Görün, bu rəvayət kimə gedib çıxır? Misvəriyə çıxır. O da ondan başqa heç kəs nəql eləməyib bu məsələni. Bu bizim ikinci cavabımız idi ki, bu yaşla uyğun gəlmir. Bu necə ola bilər? Bu ikinci cavab. Üçüncü cavabımız. Ümumiyyətlə, bu məsələ Qur'an-ı Kərimə xilafdır. Yəni, Həzrəti Zəhra salamun əleyha və hətta Həzrəti Peyğəmbər Qur'anın əksinə çıxıb. Necə? Necə? Məgər Allah Təbarək və Teala bir kişiyə icazə vermir 4 dənə xanımla evlənməyə. Bəli. Niyə Həzrəti Zəhra bu işi görməlidir? Qur'anın əksinə çıxır. Yəni, Həzrəti Zəhranı belə tanırsın. Necə, harada yazılıb ki, İbn Teymiyyə bunu bilir, başa düşür. Deyir ki, bu ancaq Peyğəmbərin qızlarına aiddir. İndi biz cavab verəcəyik buna da. O hardan çıxıb? Hardan çıxıb bu? Hardan çıxıb ki, başqa olar müşrikin... Peyğəmbər özü 9-dan ala bilər, amma qızının yoldaşı ala bilməz. Bəli, qızının yoldaşı Peyğəmbərin qızı ilə başqaların bir yerdə toplanıb. Bu harada gəlib? Hansı dəlilə əsasəndir bu? Yəni, doğrudan adam söz tapa bilmir bu məsələyə. Bu bizim, əlbəttə mən bunları hamısının adresləri yadı burada gətirmişik. Sadəcə istəyirəm qısa şəkildə deyib keçəm. Və bəziləri deyirlər ki, həmən bu məsələ, İbn Teymiyyə kimlər? Belə bir məsələ var idi. Ümumiyyətlə bir hökm idi ki, Həzrət Peyğəmbərə gəlmişdi ki, heç kəsin icazəsi yoxdur, sənin qızınla müşrikin qızı ilə evlənsin. Yəni, olmaz. Yəni, bir müşrikin qızı, hətta müsəlman olsa da, onu almaq olmaz. Bu hökm idi. Misalımız budur ki, əgər bu hökm idisə, yəni Əli əleyhissalamın, Həzrət Fatimənin bu hökmdən xəbəri yox idi. Yəni, bu hökmün əksinə çıxırdı. Əli əleyhissalamın məlumatı yox idi bu hökmdən. Əgər belə bir şey var idisə, Əli əleyhissalam bu işi görərdi sizə. Yəni, bilirsiniz nədən irəli gəlir? Bunlar nə olur olsun, digər tərəfdən Əbu Bəkir məsələsini həll etsinlər deyə. Və ya kəmrəng eləsinlər. Bəli, Əli əleyhissalamı həmən məzəmməti gəldilər, verdilər Əli əleyhissalama. Və necə ki, Əli əleyhissalam barəsində fəzilətlər var, həmən fəzilətləri gəlib verirlər onlara. Və bunu Həzrəti Zəhra barəsində dedilər. Həzrəti Zəhranın fəzilətlərini götürüb verdilər Ayşə. Bu da təəssübkeşlikdən irəli gəlir. Baxın, ümumiyyətlə, tarixi baxımdan Həzrəti Əli əleyhissalamın Əbu Cəhlin qızı ilə evlənməsi mümkünsüzdür. Necə? Necə? Orada da yaş fərqi ola bilər. Yaş məsələsi yox, hətta bundan da əlavə. Bəli. Baxın, Məkkə fəth olana qədər, Məkkənin fəthinə qədər Əbu Cəhlin qızı adı Cüveyrədir. Bəli. Cüveyrə müşrik idi, müsəlman deyildi. Məkkənin fəthindən sonra nə oldu? Müsəlman oldu. Yəni, Həzrət Peyğəmbərin təqribən vəfatına 2 il qalmış. Müsəlman oldu. Müsəlman olan kimi, mötəbər mənbələrdən indi deyəcəyik, müsəlman olan kimi bu kimlə evləndi? Hişam ibn Əkrəmə ilə. Və ondan sonra o da dünyasını dəyişdi, başqası ilə evləndi. Əli əleyhissalam nə vaxt elçiliyə gedəcəkdi? Nə vaxt fürsət edərdi elçiliyə getsin? Bu şəxs ümumiyyətlə heç Mədinədə olmayıb. Məkkədə olub. Məkkədə fəthdən sonra, Məkkənin fəthindən sonra müsəlman olub, müsəlman olan kimi də evlənib.
Ümumiyyətlə tarixi baxımdan mümkün deyil Əleyhisselamın gedib deyək ki, elçilik etməsi. Hətta mümkün deyil. Düz. Deməli, bu evlilik məsələsi öz yerində. Baxın, indi sadəcə bir sualımız var bu Vəhabilərə. Ki, niyə axı sizin böyüyünüz, ağsaqqalınız deyək, şeyxiniz İbn Teymiyyə gedib araşdırmır. Bunların bir dənə böyük problemi var Emin müəllim. Ki, ilişib qalıblar onun əlində. O da budur ki, Səhih Buxaridə bütün hədisləri səhih bilirlər. Müslimdə hədisləri səhih bilirlər. Adını ona görə bu cür hədislər gəlib qalırlar belə. Düz. Cəm eləyə bilmirlər. Toplaya bilmirlər həqiqətən. Elə hədislər var orada, bunu insan qəbul edə bilməz. Düz. Qəbul edə bilməz. 100% bunu nəql edən ravilər hamısı yalancıdır. Bəli. Yəni məlum deyə, heç məlum da deyil halı. Amma məcburdular qəbul etsinlər. Böyük problemdir. Və həmçinin bu Cüveyrə elə bir şəxs idi ki, heç imanı da yox idi. Bəli. Deyirlər ki, onun burada dediklərim hamısı əhl-i sünnətin mənbələrindəndir. Amma vaxt yoxdur bəli oxumağa. Deyir ki, Cüveyrə öz atasını nə bilirdi? Peyğəmbər bilirdi. Aha, Əbu Cəhli. Əbu Cəhli. Gələk amma əsas cavablarımızdan birini. Bəli. Həzrət Peyğəmbər nə buyurdu? Dedi ki, mənim qızımla müşrikin qızı bir evdə ola bilməz. Düz. İndi bizim Vəhabilərə sualımız var. Osman İbn Əffan, yəni 3-cü xəlifə, Həzrəti Peyğəmbərin qızı ilə müşrikin qızını bir yerdə toplayıb, bir evdə toplayıb yoxsa yox? Bəli. Necə? İki xanımı olub, gelib baxsınlar. 2 dənə Osmanın xanımı olub. Bəli. Həzrət Peyğəmbərin qızı. Bəli. Rüqəyyə. Gedib müşrikin qızını da alıb, evlənib. Necə ola bilər? Deməli, Osmanı olar. Ya deməli, siz bunlar Həzrəti Peyğəmbərin qızı deyil. Deyil. Bəli. Ya da hədis yoxdur. Ya da ki, deməli, siz o yalandır. Ya da deməli, siz ki, Osman böyük səhv eləyib. Bəli.